Salam əziz izləyicilər. Deməli biz bugün sizinlə 12-ci suala baxacağıq buradan. 12-ci sualda deyir ki bizə mülayim dəniz iqlim tipinin cədvəldə verilmiş iqlim tipləri ilə oxşar xüsusiyyətləri müəyyən edin. Yəni həm aralıq dəniz iqlim tipi ilə, həm də bərabər rütbətli tropik iqlim tipi ilə oxşar xüsusiyyətləri müəyyən etməliyik biz burada. Bir də deyir, şimal materiklərinin ərazisinə daha geniş yayılmışdır. Bəli, həm Aralıq dənizi həm də belə deyək ki, mülayim dəniz şimal materiklərinin arasında daha geniş yayılmışdır. Bir doğrudur. 2-də deyir, yağıntıların miqdarı il boyu təxminən bərabər paylanır. Həm mülayim dənizdə, həm də bərabər rütbətli tropik iqlim üçün doğru xüsusiyyətdir bu. 3-cüsündə deyir, yalnız materiklərin qərb sahələrində müşahidə olunur. Aralıq dəniz iqlim tipi yalnız materiklərin qərbində olsa da, amma mülayim dəniz Şimal Amerikanın şərqində, Avrasiyanın şərqində biz rast gəlirik. Deməli 3 yanlışdır. 4-də baxırıq. Şimal yarımkəsində rast gəlinmir. Bərabər rütbətli tropik iqlim tipinə biz şimal yarımkəsində rast gəlmirik. Amma mülayim dəniz var. Ona görə 4-də yanlışdır. 5-ə baxırıq. Yağıntılar qış aylarında düşür. Aralıq dəniz iqlim tipində yağıntılar qış ayında düşsə də, mülayim dəniz iqlim tipində yağıntılar il boyu bərabər paylanır. Ona görə 5-də yanlışdır. 6-ya baxırıq. Temperaturun illik amplitudu kiçikdir. Bəli, hər ikisində temperaturun illik amplitudu kiçikdir. Ona görə 6 doğru olur. Deməli bizim doğrularımız oldu burada. 1, 2 və 6. Bu da verilib C variantında.